Əsl bağda bu iki şey mütləq olmalıdır. Əgər bunlar yoxdursa, ən yaxşısı bağınızı satın, getsin. Bağda uzanıb quşların sesi altında yatmağa yer yoxdur. Onda nəyə lazımdır? Birinci, bu qamakdır. Mən Temuda almışam, kodlarını aşağıda paylaşacağam. Asan quraşdırılır. Ağaca bu cür düyünlə bağlasaq, düyün açılmayacaq. Bu xüsusi açılmayan düyündür. Özüm də TikTokdan bunu baxıb öyrənmişəm. Bu düyünü açmaq üçün ipin boş qırağından dartmalısınız. Qamakı iki ağaca bu cür bağladı. Çox bərk və keyfiyyətli qamakdır. Anam da çox bəyəndi. Ağacın altında qamakın üstündə yerlənmək adama ləzzət verir. Hətta pişiyimiz Bağda Gül də bəyəndi. Sadəcə çox yerlənə bilmədi, başqa vacib işləri var idi. Bağda Gül bəyəndisə deməli almağa dəyər. İkincisi isə bu yerlənəcəkdir. Eyni qaydada quraşdırılır, sadəcə yuxarıdan asmalısınız. Dəmir dirəklər olan bir yer var. Orada anam üzüm yetişdirir. Yuxarıdan eyni qaydada bərk etdik, çox gözəl olundu. Bacımın uşaqları da çox bəyəndi. İndi daha tez-tez bizə gələcəklər. Doğrudan da təbiətdə belə yerlənəcəklərdə uzanmaq ləzzət verir adama. Bu yerlənəcəklərə oturan durmaq istəmir. Bu qamakda uzanan kimi adamın yuxusu gəlir, əsəbləri sakitləşdirir. Temuda bunların qiyməti də çox ucuz idi. Komplektdə iplərlə bir yerdə gedirdi. Ancaq yerlənəcəyin ipi biraz qısa idi deyə mən ayrıca onları aldım. Çünki bizdə asacağımız yer daha hündür idi. Temuda pulsuz hədiyyələr üçün bu kodu da istifadə etməyi unutmayın. Bu yayın dadını mütləq çıxarın.